Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami dəyərlər verilişinin izləyiciləri. İmam Sadiq əleyhissalam buyurur: Allahın səbr etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Bəqərə surəsi 45-ci ayədə buyurulan bu ayədə məhz səbr orucdur. Yəni oruc tutmaqla Allahdan kömək istəyin. Əl-Kafi cild 4 səhifə 63. Bəli, Allahın rəhmət, məğfirət dolu ayında, Allahın bizlərə vacib buyurduğu oruc ayında sizlərlə görüşə gəldik. Görüşə gəldik ki, yenə yeni mövzularla sizlərin xidmətinizdə olaq. Bacardığımız qədər yeni suallarınız və mövzularınız olarsa, mütləq bizlərə ünvanlayın və biz də onların cavablarını sizlərə çatdıraq. Bu dəfə Ramazan ayında ilk verilişimizdir və ilk verilişimizdə məxsusən biz Ramazan ayında qarşımıza çıxan müəyyən suallarla bağlı olan bir veriliş hazırladıq ki, sizlərə də daha rahat olsun və mövzumuzu, əsasən də suallarımızı daha geniş şəkildə bizlərə cavablandıracaq Əhkam müəlliməsi Lalə xanım Nərmanovadır. Xoş gördük Lalə xanım. Xoş gördük. Mən də sizləri salamlayıram. Çox sağ olun yenidən dəvətinizə görə. Mən də tamaşaçıları, izləyiciləri salamlayıram. Həmçinin də bu gözəl Ramazan günləri münasibəti ilə hər birini təbrik edirəm. Allah tutduqları orucları, etdikləri, qıldıqları namazları qəbul eləsin. İnşallah. Lalə müəllimə, elə ilkin olaraq da başlayanda müəyyən suallar ki, ardıcıllıqla necə bunlar əlavə. Amma ilk olaraq biz oruc deyəndə təkcə biz vacib orucumu nəzərdə tuturuq, yoxsa Allah Taala bizə başqa bir oruclar da göstərib ki, onlar da var. Buyurun, sizə eşidirik. Bismillahirrahmanirrahim. Oruc 4 cürdür. Vacib oruclar var. Sonra haram oruclar var, məkruh oruclar var və müstəhəb oruclar var. Birinci başlayaq inşallah ki, vacib oruclardan ki, deməli, Ramazan ayının orucu, kəffarə orucu, bilirik də yəqin ki, kəffarə orucu nədir? Ki, qəsdən orucu batil edən bir iş etsə birisi və yaxud da ki, yəni elə qəsdən bir iş görsə, orucu batil edən bir iş görsə, o zaman kəffarə orucu boynuna gələr. Qəza orucudur. Bir kəs məsələn orucunu tutmayıbdır, qəzası gəlibdir, qəza orucunu tutmalıdır mütləq. Nəzir, əhd və and orucu ki, bir kəs and içib və yaxud nəzir edib, əhd edib ki, bir işi düzəlsin, o zaman onun boynuna, əgər həmin iş düzələrsə, yerinə yetərsə, o zaman onun boynuna gələr nəzir, əhd və and orucu. Sonra orucu tutmaq üçün muzd alan şəxsin orucu, bir kəs məsələn atasının və yaxud anasının və yaxud hər bir kəsində, yəni dünyasını dəyişmiş hər hansı bir kəsin qəza orucunu tutdura bilər muzdla. Belə ki, ata-ananın orucu vacibdir. Yəni başqa birisinin də orucunu muzdla tutdura bilər. Yəni dünyasını dəyişmiş kəslərdən söhbət gedir. Yəni kim ki dünyasını dəyişib qəza orucu qalıbdır, onların orucunu muzla tutdura bilər. Digər vacib olan oruclar var ki, onlar da elə inşallah ki, risalələrdən oxuyarlar. Haram oruclar ki, Qurban bayramı günü tutulan oruc, yəqin ki, bilirik bunu. Fitr bayramı günü tutulan oruc, sonra xəstə şəxsin orucun, zərərli olduğu şəxsin tutduğu oruc, yəni bəzən olur, deyilir ki, yox, mən ürəyim götürmür, xəstə də olsa tutmalıyam. Bu zaman baxın, həm oruc batil olacaq, həmçində haram iş görmüş olacaq. Baxın, görün nə qədər önəmli məsələdir. Müsafirin orucu ki, bir kəs əgər müsafirdirsə, bir yerə gedib, məsələn, vətəni deyil və həmçində orada 10 gün qalmayacaqsa, o zaman müsafir hesab olunar və orada oruc tuta bilməz. Oruc tutması nədir? Haramdır. Digər haram oruclar da var ki, inşallah ki, müfəssəl kitablarda qeyd olunur, istəyən müraciət eləyə bilər. Belə ki, o haram oruclar o qədər də yəni önəmli olmadığına görə burada qeyd etmirəm. Müstəhəb oruclar da belə ki, deyilən haram oruclar, sonra da deyiləcək olan məkruh oruclardan başqa bütün günlərdə oruc tutmaq müstəhəbdir. Lakin bəzi günlər var ki, o günlərdə
daha təkid edilmiş, yəni müstəhəbdir ki, hər ayın 1-ci və axırıncı cümə axşamıdır. Hər ayın 10-undan sonra olan 1-ci sərşənbə günüdür. Rəcəb və Şaban aylarının bütün günləridir. Novruz bayramı günüdür. Qədir Xum günüdür. Məhərrəm ayının 1-ci və 2-ci günləridir. Peyğəmbərimizin sallallahu aleyhi və aleyhi mübarək doğum günü. Yəni bu kimi günlər, önəmli günlər var ki, o günlərdə oruç tutmaq müstəhəbdir. Məkruh olan oruclar ki, qeyd olunub Aşura gününün orucu. Bəzi fəqihlər var ki, Aşura gününün orucunu ehtiyata əsasən haram da bilir. Hər kəs bu barədə öz müştəhidinə müraciət eləsin. Ərəfə gününün orucu əgər dua oxumağa mane olsa, ev sahibinin izni olmadan qonağın müstəhəb oruc tutması bu da məkruhdur. Evladın ata-anasının icazəsi olmadan müstəhəb orucu, vacib yox, müstəhəbbə aiddir. Çünki vacib bilirik ki, əgər vacib orucdursa, burada ata-ananın və yaxud da həyat yoldaşının icazəsinə ehtiyac yoxdur. Layla xanım, vurladınız ki, orada orucun vacibatı, müstəhəbli, məkruhluğu bunlara diqqət elədik. Ümumiyyətlə, orucun zərərli olma meyarı nədir? Bəli, orucun zərərli olma meyarı var ki, orucun açılmasına dərin ağla əsasən zərər qorxusu səbəb ola bilər. Əgər zərərin ölçü meyarı uqala, yəni uqala nədir? Əql sahiblərinin, uqala yəni əql sahiblərinin ürfüdür. Yəni əql sahibləri əgər deyərsə həqiqətən də ziyanlıdır, zərərlidir, o zaman həmin meyar götürürlər. Yəni əql sahibləri orucu açmağa səbəb olan işi zərərli bilməlidirlər. Yəni həmin iş zərərli olmalıdır. Ondan sonra o zaman deməli orucun zərərli olma meyarı təyin olunur. Ümumiyyətlə vurğuladığınız bu ardıcıllıqla gəlsə, oruc tutmamağa icazəli olanlar kimlərdir? Yəni sırf onlar oruç tutmamağa icazəlidirlər. Onu oruç tuta bilməsi vacib deyil, belə deyək. Belə ki, oruç tutmamağa icazəli olan kəslər onlardır ki, süd verən analar, onda məsələsi var. Yəni bütün süd verən analar deyil, onda məsələsi var, inşallah deyiləcək. Hamilə olan xanımlar, sonra xəstə olan kəslərdir ki, onlara oruç tutmaq, onda meyarı var, inşallah ki, deyiləcək. Necə ki, daha doğrusu əvvəldə dedik ki, meyar nədir? Əvvəldə qeyd etdik. Sonra müsafir olan kəs, sonra xəstə, qoca olan, yəni qocalıq səbəbinə oruç tutmaqdan, yəni ki, icazəlidirlər. Yəni bu kimi kəslər icazəlidirlər. Bəli. İcazəli olan kəsləri bildik, amma icazəli olmayan şəxslər ki, oruç tutacaqlar inşallah. Beləcə də artıq bir neçə gündür ki, orucdurlar. Bu şəxslər bəzi yerlərdə bizlər də olduğumuz zaman görürük ki, şam əzanı verilən kimi dərhal suyu götürüb o bəzən öz aramızda da bunu gülümsəyərək deyirik ki, Allahu Əkbərin A hərfi deyilən kimi artıq suyu içirlər. Bu nə qədər doğrudur? Bunun haqqında nə deyə bilərsiniz? Bəli, əgər vaxtın daxil olmasına yəqinlik yaransa, yəqinli olsa, eyb yoxdur. Əgər şək və ya güman olarsa, orucu açmağa icazəli deyil. Yəni şəkdədir, güman edir ki, azan, daha doğrusu namaz vaxtı, azan vaxtı daxil oldu, şəkdə gümandadısa, o zaman icazəli deyil. Amma yəqinliyi varsa, o zaman bəli, aça bilər. Yəqinliyimiz olduğu zaman elə isə əzan verildi. Birinci namazı qılaq, yoxsa iftarımızı dərhal eləyək? Burada da bütün müştərilər rəy veriblər ki, məğrib və işa namazını qılmaq yaxşıdır. Amma onu bir şəxs gözləyərsə və çox azlıq nəticəsində namazı huzuru qəblə qıla bilmirsə, bu halda iftar etməsi daha yaxşıdır. Bəli, deməli olduğumuz yerdə əgər yanımızda çoxluqlu varsa və o çoxluq da
iftar sürəsinə əyləşibsə və mən onlardan kənarda gedib namaz qılıram, bu düzgün deyil demək ki, dərhal iftarımı edib sonra gedib namazımı qılmalıyam. Bəli. Gözəl bir cavab. Ümumiyyətlə Ramazan ayında səfərə çıxmağın hökmləri haqqında eşitmişik. Bəzilərimizdə daha çox sual məhz bu mövzuda yaranır. Ramazan ayında mən səfərə çıxmalıyam, vacibdir. Görəsən günortadan sonra çıxım, yoxsa əvvəl çıxım, çıxdığım müddət, məsafə, fərsəx məsafəsi, ümumiyyətlə bunları bir yerə cəm etsək, Ramazanda səfərə çıxmağın hökmü nədir? Sualı belə versə necə cavablandırardınız? Ramazan ayında oruc zamanı, yəni oruc tutmamaq üçün səfərə çıxmaq məsələsi, belə ki, bütün müştərilərin rəyi budur ki, oruc tutmaq məqsədi ilə olsa, tutmamaq məqsədi ilə olsa belə eyb yoxdur. Amma bu iş orucluğun 23-cü gününədək məkruhdur. Yəni bəyənilmir. Belə bir məsələ ki, yəni məkruhdur. Məkruh yəni ki, bəyənilmir. Allah bəyənmir də belə deyək. Yəni ibadətdə də bəyənilməmək məkruh bililikdə savabından azaldır. Savabdan azaldır. Belə ki, günortadan qabaq əgər bir kəs səfərə çıxsa, artıq fərsəx deyilən, yəni tərəxüs sərdi, daha doğrusu tərəxüs sərdinə çatanda artıq onun orucu batil olar. Yəni belə ki, tərəxüs sərdi nədir? Bunu da deyim. Səhv eləmirəmsə əvvəlki verilişlərimizdə buyurmuşdu. Yenidən xatırladım ki, əgər bir kəs oruc tutubdur, tərəxüs sərdinə çatdı, yəni elə bir yerə çatdı ki, yaşadığı məntəqəni insanların görməyəcək qədər uzaqlaşdı və həmçində azanı eşitməyəcək qədər uzaqlaşdısa, o zaman tərəxüs həddinə çatdı və o zaman oruc niyyətindən çıxmalıdır. Bunu da qeyd edeyim ki, oruc pozmaq məsələsini deyəndə dərhal deyilir ki, fikrə gəlir ki, nəsə yeyib içməlidir ki, orucu batil etməlidir ki, artıq orucu batil etməlidir ki, bitsin də, yəni orucdan çıxsın. Amma oruc niyyətindən çıxmaq kifayət eləyər. Oruc niyyətindən çıxdı, artıq oruc deyil. Yəni orada yedi, içdi, fərq yoxdur. Orucu batil edən iş gördü, görmədi, artıq oruc niyyətindən çıxdı, artıq onun orucu batildir. Yəni belə. Demək ki, zöhr azanından sonra bir kəs çıxsa, artıq o orucunu batil edə bilməz. Yəni burada yol boyda orucumuzu pozan əməllərin heç birini etməməliyik. Məsəl üçün, ən adisində su içmək, yemək yemək, heç bir şey. Yəni orucumuz necə varsa elə də qalacaq. Bəli, orucu pozmaq olmaz. Zöhr azanından sonra əgər bir oruc tutan şəxs çıxıbsa yola, o zaman orucunu poza bilməz. Burada bir şey qeyd edeyim ki, inşallah ki, oruc tutanların dərdinə yarayar ki, yəni bəzən olur ki, belə şeylərə çox diqqət edilmir. Əgər bir kəs səfərə çıxıbsa, yəni yaşadığı yerdən çıxıb başqa bir yerə gedibsə və orada 2-3 gün qalıbsa, belə deyək də, misafir hökmündə olan bir yerdə orada 2-3 gün qalıbsa, oradan öz vətəninə qayıdan da istəsə oruc tutmaq, yəni ki, Ramazan ayının, yəni ki, orucunu istəmirsə qəziyə çox versin, o zaman olduğu yerdən səhər-səhər sübh azanının vaxtı çıxsa, gəlsə öz vətəninə zöhr azanında çatsa, o zaman yolda heç bir orucu batil edən iş görməsin və öz vətəninə çatanda oruc niyyətini etsin və orucunu tutsun. Amma zöhr azanına qədər çatsa, zöhr azandan sonra çatsa, artıq oruc niyyəti də edə bilməz. Və həmin gün orucu da qəzadır. Bəli, qəzadır. Yəni orada kəffarə gəlməz. Müsafir olan kəsi də, yəni kəffarə gəlməz, sadəcə qəzasını tutmalıdır sonrasına. Layla xanım, bizlərin ümumiyyətlə xanımların yaralı bir yeri var ki, bu sual daima gəlir. Hər Ramazanda sanki bu sual yenilənir və eyni ton və eyni yenilənmə olur. Sual belədir ki, xanımlarımız bu ayda gözəl bir əməllər də görürlər ki, evlərin təmizliyi olsun, yemək baxımından təamların hazırlanması olsun, oruc tutan şəxslərə təamın hazırlanması olsun. Bəzi xanımlar var ki, deyir ki, mən o təamı hazırlayarkən mütləq onun dadına baxmalıyam ki, mən bilim o duzludur, yoxsa yox. Bu təqdirdə yeməyin, yəni bişirilən təamın dadına baxmaq oruc zamanı orucu batil edirmi? Bəli, düz buyurursunuz. Yemək bişirmək məsələsi istər-istəməz xanımlarda biraz belə deyək də çətin olur. Daha doğrusu onun dadına baxmaq məsələsi, dadı, duzu var, yoxsa yox.
Bəli, o dadına baxa bilərlər. Sadəcə onu udmamaq şərti ilə. Şərti ilə. Bəli. Səhvən bəs yesələr? Səhvən yesələr heç bir eybi yoxdur. Yəni səhvən udsalar heç bir eybi yoxdur. Amma eşitmişik ki, bəzən deyir ki, səhvən utduq, deməli bizim orucumuz artıq batildir və bizim orucumuzu açırlar. Dərhal su, yemək davamlı gəlir, deməli olmaz. Orucumuz tamamilə doğrudur. Bəli, səhvən də yesə, içsə bir kəs, belə deyək, lap orucu batil edən hər hansı bir işi görsə, fərq eləmir. Yemək içməkdən əlavə hər hansı bir işi səhvən etsə, orucu batil olmaz. Belə ki, əgər bir kəs orucu batil edən bir işi də görsə, deyək ki, orucu batil olsa daha doğrusu, düşünək ki, məsələn, artıq orucum batildir, axşama qədər yeyim, içim, hər hansı bir işi görüm də, yəni orucu batil edən, hər hansı, məsələn, orucu batil edən işi gördükcə, o zaman günah görmüş olacaq və haram iş görmüş olacaq. Bəli. Ümumiyyətlə, oruc olunan zaman diş arasında axşamdan və yaxud da ki, biz dururuq ki, sübh imsaka duraq, bəzən olur insan yatır qalır və bu zaman diş arasında olan müəyyən bir yeməyin, bir qırıntının udulması nə qədər doğrudur? Demək ki, burada belə bir məsələ var ki, əgər ehtimal həddində olarsa, eyb yoxdur. Amma gündə bir qırıntının bəzi fəqihlərin nəzərini oxuyuram ki, udulmasını bilərsə, gərək dişlərini fırçalasın. Əgər bir kəs bilir ki, qırıntı qalsa udacam, o zaman necədir? Fırçalamalıdır. Əgər bunu etməzsə və ondan bir qırıq udarsa, orucu batil olar. Əgər udmazsa, vacib ehtiyata əsasən gərək onun qəzasını tutsun. Yəni, burada ümumi belə bir məsələ var ki, məsələn, mən bilirəm ki, əgər bir qırıntı qalsa və onu udacam, o zaman nə etməliyəm? Fırçalamalıyam. Fırçalamasam, udsam, ehtiyata əsasən fəqihlər deyir ki, oruc batil olar və o günün də qəzası yoxdur. Ramazanda ən çox verilən suallar ardıcıllıqla gəldiyimiz zaman ən çox sual verilənlərdən biri də budur ki, damağın qanaması orucu batil edirmi? Damağın qanaması əgər bilmədən udularsa, o zaman orucu batil etməz. Amma bilərəkdən udulsa, o zaman oruc batil olar. Bəli. Ümumiyyətlə, bu Ramazan ayı boyunca nədənsə sanki özümüz bir bəhanələr axtarıb. Bəhanələrin biri də odur ki, Ramazan ayında iynə vurdurmaq və ya sistem köçürtmək olarmı? İynə vurdurmaq məsələsidir, sistem məsələsidir. Bu barədə hər kəs öz müştəhidinə müraciət eləsə daha gözəl olar. Amma sistem məsələsində ehtiyata əsasən demək olar, bir çox müştəhidlər demək olar icazə vermirlər sistem məsələsini. Biz zaten sizinlə olan bütün verilişlərimizdə davamlı olaraq gəlir, silsiləvi şəkildə hər dəfə də vurğulayırıq ki, hər kəs öz təqlid etdiyi müştəhidin risaləsinə baxsın. Çünki bu bizim üçün vacib bir məsələdir ki, hər kəsin öz müştəhidi, biz ortalama olaraq əsas vəzifəni deyirik, amma hər kəs öz müştəhidinin risaləsinə diqqət etsə daha yaxşı olar. Və Lalə xanım, suallar ardıcıllıqla gəlir. Ən çox yönlənən suallardan biri də odur ki, Ramazan ayında qan vermək mövzusu. Buyurun. Bəli, Ramazan ayında qan vermək mövzusu, hədiyyə vermək olar. Amma elə olsun ki, məsələn, əgər qan verərsə bir kəs bədəni zəifləyərsə, o zaman məkruh olar. Yəni, məkruhda əvvəldə qeyd etdiyimiz kimi, yəni ibadətin savabını azaldar. Ümumiyyətlə, Lalə xanım, əgər belə deyək də, Ramazan ayında yaşayırıqsa və Ramazan ayını belə deyək, əməllərini yerinə yetiririksə, bu zaman bizlərin şam namazından sonra etdirdiyimiz iynə sistemin heç bir maneəsi yoxdur. Əsas söhbət orada Ramazan ayının sırf ortasında oruc olduğumuz halda ki, sizə vurguladınız ki, ehtiyat etmək daha yaxşıdır. Bəli. Hər kəs vurğuladığım kimi öz müştəhidinə müraciət eləsin. Çünki bəzi müştəhidlər ümumiyyətlə ehtiyata əsasən icazə vermirlər. O zaman ən çox suallardan biri də budur ki, Ramazan ayında olduğumuz zaman, ümumiyyətlə digər bir aylarda da orucuq və bu zaman biz çimə bilərikmi, başımızı suya sala bilərikmi? Məsələn, gündəlik olaraq ki, bunları eləyənlər var, ona görə buyurun. Bəli, çimmək olar, bəli. Çimmək icazəlidir. Sadəcə başı bütöv suya salmaq məsələsi var ki, bu zaman bir çox müştəhidlər demək olar ki, buyurur ki, başı əgər bütöv suya salınarsa, o zaman oruc
batil olar. Bəzi müştərilər icazə verir, o kəs də bu məsələdə öz müştərinə müraciət eləsin inşallah. İnşallah. Layla xanım, artıq suallarımızın sonlarına doğru yaxınlaşırıq və ən çox verilən suallardan biri və hər kəsi də maraqlandıran suallardan biri yeməyə qaytarmaq məsələsi. Üzr istəyirəm, burada da bu ifadəni işlətmək, yəni qaytarmaq, qusmaq mənasında. Bu zaman oruc batil olurmu? Yeməyi qaytarmaq məsələsi əgər qeyri-ixtiyari olarsa, o zaman batil olmaz. Amma ixtiyari şəkildə əgər bir kəs belə deyək, qaytarsa, o zaman orucu batil olar, bəli. Bəli. Ümumiyyətlə burada birdən də əlavə sual vermək istərdim mövzudan kənarda. Həmin mövzunun özü olsa, amma mövzumuzun içərisindən bir qədər kənar. Bəzən insan elə bilir ki, qaytarsa daha rahatlaşacaq. Bu təqdirdə də olmaz qaytarmaq. Bəli, bəli. Yəni ixtiyari halda olmaz qaytarmaq. İxtiyari Bəli. halda. Ümumiyyətlə bu sadaladığımız suallar ki var idi, xəstə olan şəxslərə biz vurğulamadıq. Xəstə şəxs oruc tuta bilərmi? Xəstə şəxslər oruc tuta bilər, o zaman oruc tuta bilər ki, məsələn, həkim ona deyir ki, sən oruc tutsan, sənə ziyandır. Amma xəstə şəxs özü bilir ki, mənə ziyan olmayacaq. O zaman tutmalıdır, bəli. Və yaxud da ki, həkim deyir ki, sənə icazəlidir, sən tuta bilərsən. Xəstə özü bilir ki, oruc tutsa ona ziyanlıq olacaq. O zaman tutmamalıdır. Yəni burada əvvəlki məsələyə gəlir ki, yenə də yəni orucun zərərli olması meyarı əvvəldə vurğuladığımız məsələ. Öncə vurğuladığımız deyə. Ümumiyyətlə Layla xanım, ən son sualımız da budur ki, hamilə qadının oruc tutması və yaxud da süd verən ananın oruc tutması haqqında burada biraz geniş danışarız ki, ən çox verilən suallardan biri də odur. Əgər hamilə qadındırsa, nə vaxta kimi, süd verən anadırsa, nə vaxta kimi, buyurun sizə işləyək. Hamilə xanımlar ki, ilk aylarında və yaxud doğum anı çatan vaxtlarda, yəni ki, əgər uşağa və yaxud özünə ziyanlıq olarsa, o zaman oruc tutmaqdan tutmamaqdan daha doğrusu icazəlidirlər. Süd verən ana süd verdiyi övladına və yaxud özünə oruc tutarsa, özünə ziyanlığı olarsa, o zaman oruc tutmaqdan icazəlidirlər. Amma bu şərt var ki, belə ki, uşaq başqa bir yeməyi olmasın. Belə ki, məsələn, sual olur ki, 1 yaşı var və yaxud 1 yaş yarımdır və yaxud da 8 aylıqdır, 7 aylıqdır, nə bilim 6 aylıqdır. Bu yaşda uşağa, yəni övladım var, oruc tutmaq məndən götürülürmü? Baxsın, əgər uşağın başqa bir yeməyi varsa, belə yemək yeyə bilirsə, belə ki, 1 yaşında uşaq yemək yeyə bilir, 8 aylıq uşaq yemək yeyə bilir. O zaman, bəli, uşağa, övladına başqa bir yemək də verəcək və özü də orucunu tutacaq. Bəli. Yox, əgər, məsələn, yeni doğulub uşaq və onun başqa bir qıdası da yoxdur, başqa bir yemək də yemir. Əgər ana oruc tutsa, süd yeməyi, qıdası, yəni uşağın yeməyi azalarsa, o zaman oruc ondan götürürlər. Amma əks təqdirdə xeyr, oruc onun üzərindən götürülməz. Bəli, təşəkkür edirik Layla xanım. Həqiqətən də bu günləri tam fərqli suallarımıza geniş şəkildə mövzu olaraq istəmədik. Sırf Ramazan ayında səfərə çıxan hökmü barəsində sırf bir mövzunu istədik ki, bütün sualların cəm olunduğu Ramazan ayında ən çox verilən sualların cavablarını almaq istədik. Təşəkkür edirik sizə. İnşallah bu Ramazan ayında İslami Dəyərlər Verilişinin izləyicilərinə hansısa bir tövsiyəniz və yaxud da ki, gözəl bir duanız varsa, buyurun sizə eşidirik. Əvvəlcə çox sağ olun, təşəkkür edirəm. Məni yenidən dəvət etdiyiniz üçün minnətdaram hər birinizə. Bu Ramazan ayında da hər bir kəsə arzulayardım ki, bu Ramazan ayını həqiqətən Allah istədiyi kimi oruc tutsunlar və Allah Taalaya bu 11 ayda, yəni 11 ayın sultanı olan Ramazan ayında daha da yaxın olsunlar inşallah. Oruc vasitəsilə. Təşəkkür edirik bir daha. Bəli, əziz izləyiciləri, nəhayət verilişimizin sonuna gəldik. Sonda İmam Cəfər Sadiq əleyhissalamdan hədisin birində buyurulur. Oruç tutduqda qulağını qulaq asılması halal olmayan şeylərdən qoru. Biharul Ənvar, cild 91, səhifə 293. Bəli, əziz izləyicilər,
Verilişimizdə sırf Ramazan ayı boyunca qarşımıza çıxan suallar barəsində cavablar aldıq. İnşallah digər bir sualların cavablarını da istəyirsinizsə və fitrə zəkatı olsun və digər mövzular barədə sırf Ramazan ayına aid olan suallar və fitrə zəkatı barədə olsun. Bundan öncəki verilişlərimizdə bu haqda geniş məlumat verilib. İnşallah ki, oraya baxıb istədiyiniz məlumatları əldə edə bilərsiniz. Bizlər sizlərlə Ramazan ayının bu gecəsində görüşə gəldik. Nəhayət, vaxtımız bitdi. Biz artıq sizlərlə ayrılırıq. Ya İmam Zaman ağa, dedik. Nə qədər görəsən bugünün əməllərinə riayət etdik? Nə qədər Allahın buyurduğu əməlləri yerinə yetirdik? Bax, özümüzə bu sualları verək. Allahın bizə sanki bir bəhanə qoyduğu bu ayda, Ramazan ayında, sanki Allah bizə hər bir işimizdə bəhanə qoyub. Quran oxu, bir hərfinə sənə bir Quran xətmini verəcəm. Hər gecəsini səni bütün 1000 gecədən üstün qərar verəcəm. Hər aydan sənə bu ayı üstün qərar verən Allah səni bağışlamağa da bir bəhanə qoyub. Elə isə bağışlanmaq ayında özünü bağışlat. Çünki sən Allahın ziyafət ayındasan. Ziyafətə necə hazırlaşırsan? Elə isə əzizin səni ziyafətinə dəvət edəndə necə hazırlaşırsan? İndi özünə sual ver. Allahın ziyafət ayında bu ziyafətə necə hazırlaşmısan və necə daxil olmusan? Hələ zamanınız qarşıda var, yetərincə var. Çalışaq bu zamanı özümüzə doğru, ən gözəl şəkildə və səmərəli şəkildə istifadə edək. Sizlərlə sağollaşırıq. Gələn verilişdə görüşmək ümidi ilə. Allahümmə əccil vəlikəl fərəc.